Ben bura gələndə özümü çox narahat hissedirdim. Hiçbir iş görmediği halde yolu həddən artıq yorulurdum. Hatta tezdən yuxudan oyanırdım. Bir saatten sonra yine ki gün ərzində böyük iş görmüşəm, yorğunluq tutmuşam. Artıq günün sonunda mən belə yorğunluq hissedirdim. Hə, əvvəllər, yəni 3 həftədən sonra, demək əvvəllər səhər yuxudan duran kimi çox yorğundunuz, halsızdınız. Ümumiyyətlə sizin müraciət edən dediniz ki, doktor taqətim belə yoxdur. Və 3 həftəlik müalicədən sonra halbuki baxmayaraq 10 kilo arıqladıq, eyni zamanda yorğunluq, indi günün sonunda belə yorğun deyilsiniz. Çox dinamik, gözəl əvvəliyyədə və siz çox strateji bir sahə müəllimisiniz. Bütün rayon sizə gəlir, çox tələbləriniz var. Bunun səbəbi nə idi? Çox ciddi deficitlərimiz var idi, hormonlarda dəyişiklik var idi və kökəldən səbəblərimiz çox idi ki, müalicə etdik. 3 həftədir. Hansı kilodan hansı kiloya düşdük? 115 kilogramlara yaxındım, 115. Dənədə çoxluğumuz az deyildi. 3 həftəlik prosesdən sonra artıq 105 kilograma düşmüşük. Bəli, bir 10 kiloya yaxın kilo itirmişik 3 həftəyə.